Deyə bir gün bir kişini bir sütuna bağlamışdılar. Bunu sizdə eydam eləyələr. Bundan axırda sordular ki, sənin son sözün, son vəsiyyətin nədir? Baxdı bunlara, dedi, məni bu sütundan açın, o sütuna bağlayın. Hamı güldü, dedi, bu nə vəsiyyətdir, bu nə sözdür? Dedi, bəy, demədi son sözün, son vəsiyyətin. Eləməyəcəydiniz, niyə məndən sordunuz? Açın sən onu. Bunu açdılar, bu açdılar, istədi o biri sütuna bağlayırlar. Bir nüfuzlu insan girdi içəriyə, bunu gördü, tanıdı. Sordu, dedi, siz bunu nəyə xatir edəm edirsiniz? Dedi, bu məsələyə xatir. Dedi, bunun nə cəriməsi var, nə həzinəsi var, mən verirəm, bəli, bunu edam etməyin. Açdılar, buraxdılar, dedi, bax bura, bu sütundan o sütuna fərəz var. Allahın nüsrəti gəlir, qahan Allahın köməkləri 3 saniyənin içində gəlir. Fəqət bəxt tutmaq lazımdır. Fəqət mühüm budur ki, sən umudun Allahdan kəsməyəsən və Allaha həmişə umudun olar. Allahın köməkliyi həmişə var. Qahan axır vaxtda, axır ləhzədə yetişir. Vəli umudun Allahdan kəsmə.